mən bura gətirəcəm 3 ay, 5 ay, sən də burada gəlib bir dənə, 2 dənə əməliyyat sonra biz bunu verəcəyik sizə bu aparatı. Hə, mən təklif eləyirəm ki, bəs xəbərdarlıq eləyək. Bir də belə iş görüb pianino almasın. Bizim birinci katib deyir, o imzasız məktubları görən kimi çığır atıb səbətə. İlk dəfə Kəlbəcər yolunun salınmasının təşəbbüskarı atamdır. Hə, deyirəm axı üstümə deyir, toplu tüfəkli gəlibsən, atama deyir. Yəni ağsaqqallarla ki, belə sonra Gəncə Univermağı, Gəncə Qastinsası, Gəncə Kino Teatrı, nə bilim, belə küçə qoyulur. Salam əziz izləyicilər, xoş gördük. Bugün görkəmli dövlət və ictimai xadim Tofiq Bağırovu yad eləyəcəyik. Həm söhbətim Tofiq müəllimin yadigarı Yüksəl Bağırovdur. Bir nəfəri həyatda islah eləyib, düz yola gətirmişəm. İnanmışam, partiya keçirmişəm. Deyir, qabağında bir qara dəftər var, belə varaqladı. Dedi, sən filan tarixdə, filan vaxtda, filan yerdə iclasda bir çıxış elədi. 91-ci ildə ağ təzyiq olunur, elan olunur, hətta 18 oktyabr atam. Yüksəl müəllim, xoş gördük. Sağ olun, xoş gördük. Mən də sizi salamlayıram, tamaşaçıları salamlayıram. Təşəkkür edirəm. Zəhmət çəkib gəlmisiniz. Biz bugün sizin rəhmətli atanızı yad eləyəcəyik. Bu il onun 100 illik yubileyidir. Yubileylə əlamətdardır. Bu yaxınlarda Bakıda bilirəm ki, təntənəli şəkildə qeyd olundu atanızın yubileyi. 23 ildir həyatda yoxdur, amma Tofiq müəllim deyir, hər bir adam öz əməl dəftərini özü yazır. Tofiq müəllim bu mənada elə bir bioqrafiya yazıb ki, yəqin nəinki 23, elə bir bundan sonra bir 10 illiklər də keçəcək, xatırlanacaq. Sizin üçün Tofiq Bağırov kimdir? Birinci növbədə mənim üçün Tofiq Bağırov atamdır. O elə bir atadır ki, hər bir evladı evdə bizi elə şəraitdə böyüdüb ki, milli ruhda, yəni biz xalqımızı, millətimizi, dövlətimizi, dövlətçiliyimizi sevməklə, bax, belə bir şəraitdə bizi böyüdüb. O, deməli, bilirsiniz, bildiyiniz kimi özü dəmir yol ixtisası mühəndisi olubdur. Tiflisdə dəmir yol institutunu bitirmişdir. Bitirib. İnstitutu bitirəndən sonra da bu uzun müddət dəmir yol sahəsində işləyib. Siz bilirsiniz də ki, dəmir yolu elə bir sahədir ki, bu təsərrüfatın ən ağır bir hissəsidir. Bəlkə də elə deyərəm ki, birinci ən ağır hissəsidir. Çünki çox adam bilmir də ki, dəmir yolu, yəni indiki dəmir yoluyla o devrin dəmir yollarında böyük fərq var. Çünki bu gün artıq neft kəmərlə gedir. Bu vaxt vaqon sistemi daşınırdı, bəli. Kənd təsərrüfatı məhsulları 1 milyon tondan çox, 2 milyon tondan pambıq gedirdi. Meyvə-tərəvəz daşınırdı. Meyvə-tərəvəz daşınırdı, kələm. Bəli. Bunların hamısını bilirsiniz, vaqonlar, dəmir yolu 2 dənə xəttdir də. Biri belə gedir, biri belə gəlir. Burada görün nə qədər dəqiq olmalıdır ki, vaqonlar gedəndə qrafika pozulmasın, bir-birinə maneçilik törətməsin. Bu vaqonların, məsəl üçün, meyvə-tərəvəz gedən vaqonların kimyavi təmizliyi var. Bu dəmir yolunda neft, onların buxara verilib təmizlənməyi var. Bunları çatdırmaq, vaxtı-vaxtı. Bu, axı, dəmir yol. Bunu daşıyır, bunun vaqonları bir-birindən seçib, ayırıb hara getməlidir. Yəni, bu çox bir ağır sahədir. Mən onu deyərəm ki, sizə, biz atamızın üzünü görmürdük dəmir yolunda. Orada 2 dəfə iclas keçirilirdi. Bir səhər 10-da, bir də axşam saat 10-da. Bu selektor iclası idi. Bu, bütün Sovetlər devrinin, bütün respublikalar eyni zamanda hamı bir-birini eşidirdi. Bax, belə bir iclas. SSR Yollar Naziri və yaxud onun mavini bu iclası aparardı. Azərbaycanda da yenə öz birinci aparan yol rəisi, onun mavinləri, Bakı şöbəsi, Gəncə şöbəsi, Naxçıvan şöbəsi. Yəni dediyim nədir ki, bugünkü insanlara dəmir yolu elə hasat gəlir. Çünki o çox ağır bir işdir. Biz deyirəm ki, üzünü görmürdük. Atam bu işlərdə böyük əziyyət çəkirdi. Çünki
siz təsəvvür edirsinizmi? Azərbaycan yəni tikinti materialları. Bir də gördünüz bu gedirdi buradan Donbassa, Ukraynaya gedirdi. Tikinti materialları, armaturdur, odur, budur gecikdirirdilər, çatdırmırdı. Bunu göndərirdilər ki, get ezamiyyata, orada dur, otur başdan üstə vur. Çox çətinliklər vardı. İndi bunların danışmağa, bir də bilirsiniz bu adam necə adam idi. İşlədiyi yerdə həmişə islahatlar istəyirdi eləsin. Həmişə yeniliklər istəyirdi eləsin. Yəni xeyrinə. Məsələn, mən indi baxıram Gəncəyə qatar gedir. Elektron qatar 4 saat. Bəli. Bu adam hələ o zaman məsələ qoyurdu ki, bu vaqonlarda insanlar yatır, yer tutur, yataq. Gəlin biz yolun keyfiyyətləşdirək yolları və sürəti artıraq, qatarlar tez getsin. Məsələn 2 saata da gedə bilər də. Özü gecə yox, elə gündüz getsin də. Otursun, gündüz. İndiki kimi. Bəli. O vaxt biraz bu yollar çətin idi. Bunu bilirsiniz maliyyələşirdi SSR-dən. Bəli. SSR Azərbaycanın rentabilni dövlət olub. Buradan pullar gedirdi SSR bankına. Oradan bizə ayrılırdı büdcə. Bu pulu xərcləməlisən. İnanın ki, elə sahələr vardı, o pulu xərcləyə bilmirdilər. Atam ona çox heyfslənirdi ki, axı bu pul niyə batsın? Bunu xərcləmək lazımdır. Bax, iş mi yoxdur? Gəlin bu işləri yoluna qoyaq, bu pulları xərcləyək. Bir sizə dəmir yolundan, yəni dəmir yolundan danışırıq deyə, bu bir vacib bir məsələni də demək istəyirəm. Dəmir yolundan valyuta, yeganə Azərbaycanda dövlət idi ki, bir bu, bir də Azərtifaka valyuta gəlirdi. Dəmir yol o valyutanı xərcləyə bilmirdi heç nəyə. Bir dənə buna icazə verilirdi. Axı dəmir yolu özü böyük bir idarə. Bu dövlət içində bir dövlət idi. Bəli, bəli. Bunun xəstəxanası, çox böyük strukturu idi, bəli. Bunun telefon qovşağına zam var. Məktəbində bağçasına qədər. Məktəbindən bağçasına qədər. Özünün torpağı var idi. Bəli, siz bilirsiniz ki, dəmir yolunun məsələn o stansiyalarda məsələn 100 metr, 150 metr o torpaq dəmir yolunun torpağı. Bəli, bəli, bəli. Özünün polisi, özünün prokuraturası. Bir dövlət içində bir dövlət idi. Allah rəhmət eləsin. Atamın bir dostu vardı, akademik Miri Cavadzadə. Bu günləri bu nəsə atamla söhbət eləyirlər. Hə, Mir Məmməd Cavadzadəni deyirdi. Allah rəhmət eləsin. Hə. Bu söhbət görkəmli uroloq. Bəli, söhbət olur. Bu implantasiya deyilən o vaxtı təzə başlamışdı. Böyrəyin bu böyrəyi dəyişmək bir aparat lazım idi ki, böyrəyi əvəz eləyən. Bu aparatı heç cür ala bilmirdilər. Atam bilir, həmin yol işini yaxşı bildiyinə görə və o valyutanı hara xərcləməyə icazə verdiklərinə görə o bilirdi ki, bunu Moskva ilə danışıb SSR Dəmir Yolları Nazirliyindən ki, biz burada balnisamıza belə bir aparat almaq istəyirik. Bizdə mütəxəssis var, bu işləri operasiya eləyəcək, bu əməliyyat eləyəcək. Və buna razılığını alıb o aparatı alıb gətirmişdilər Dəmir Yol balnisasına. İndi bunun Dəmir Yol balnisasında işlədən də yoxdur, bilən də yoxdur. Bunu elə eləmişdi ki, akademik Miri Cavadzadə ilə danışmış ki, mən bura gətirəcəm 3 ay, 5 ay, sən də burada gəlib bir dənə, 2 dənə əməliyyat sonra biz bunu verəcəyik sizə bu aparatı. Köçürməklə. Yəni bu yolla valyutada, yəni bunu bir yolla nətərsə bu atam o barədə belə fikirləşib yolunu tapa bilirdi. Bax dəmir yolunda belə işlər də olurdu. Dəmir yolunu deyirəm İrana gedən sastavlar var idi ki, oradan heyəti. Yollar çox çətin devrini işlədi. Dəmir yolunu çox çətin devrini. Bir maraqlı şey var ki, atanız yoldan başladı əmək fəaliyyətinə, taleyinə belə deyək və bütün ömrü boyu elə yolda oldu və hər şeyində sözün yaxşı mənasında elə yolun yolağasını tapırdı. Bu da hər adama müəssər olmur, hər adama qismət olmur. İllah da rəhbər vəzifədə çalışasan. Yəni atanız həm elə dediyiniz kimi dəmir yol təsərrüfatında rəhbərlikdə çalışıb, Gəncənin rəhbəri olub. Dəmir yol təsərrüfatı rəhbərliyində orada həm tikinti sahəsi vardı, orada iqtisadiyyatın bütün sahələri var idi. Onların hamısında təcrübəni topladı və sizin sözünüzə qüvvət 61-ci ildə 60-cı ildə bunu Nərimanov rayonunda birinci katib. Bəli, Bakının Nərimanov rayonunda. Bakının Nərimanov rayonu da o vaxt indiki Nərimanov rayonu deyil. O vaxt ondan sonra ya 3 ya 4 rayon bölündü. Çox böyük Cəfəri o vaxt çox böyük rayon idi. Ən sonu Nizami
Hə, Nizami sonra ondan ayrıldı. Bəli, bəli. Ən sonu o Mən o ayrıldı. mənim yadımdadır. Nəsiminin bir hissəsi böyük rayon idi. Öz orada Şinzavod, təkər zavodu. Bəli, neçə sənaye müəssisəsi var idi orada. Bəli, böyük sənaye mərkəzləri var idi ki, bunların hamısında da Lampa zavodu orada idi o vaxt. Özdə bilirsiniz nə tər idi. Bu adam, mən bir dəfə onunla söhbət elədim. Dedim, ay baba, bəs siz həyatda siz komünist devri idi. Bəs bax deyirsiniz ki, bəs komünist devri belə haqsızlıqlar, belə. Bəli, onun haqsız tərəfləri də çox idi. Haqlı tərəfləri də məsələn təhsilə fikir verilirdi, insanlar oxuyurdu. Müəyyən şeylər var idi ki, yaxşı şeylər var idi. Ancaq pis tərəfi də var idi. Deyirdim, bəs siz nətər, deyir, ay bala, xalqına, millətinə qulluq eləmək üçün sən bu yolu getməlisən. Bu partiyanın, sən partiyanın üzvü olmasan, səni heç bir vəzifə çəkənməzlər. Sən heç cürə öz xalqına xidmət eləyənməzsən. Və ona görə də o partiyanın üzvü idi və bunu da bacarığına görə, o işləri bildiyinə görə çəkirdilər, gətirirdilər. Məsələn, Nərimanov rayonuna birinci katib. Mən hissə-hissə gəlirəm. Bəli. Məsələn, istəyirəm Nərimanov rayonu qutararıq, sonra keçərik avtomobil nəqliyyat naziri. Nərimanov rayonunda məsələn bu işlər öz yerində, islahatlar öz yerində çox qəribə hadisələr danışırdı. 61-ci ildə Nərimanov rayonuna gəldi də o. Mən indi sizə bir hadisəni danışım Nərimanov rayonunda. Deməli bir nəfər, bunu mənə bir dostumuzun dostu bir məclisdə oturmuşduq. Heç atam danışmır, o danışır. Sonra gəlib atama demişəm, o deyib ki, hə olub belə bir şey. Bir nəfər qızı muzika ilə maraqlanır, evinə bir pianino alır. Bunun kimsə o vaxt anonimika deyilən bir məktublar var idi. Anonim məktublar yazılırdı. İmzasız məktublar. İmzasız məktublar. Nərimanov rayonuna belə bir məktub gəlib. Büroya qoyulub bu adamın məsələsi, partiya məsələsi ki, bu evinə pianino alıb. Yəni bilirsiniz, adını belə qoydular da, sən hardan pul aldın, sən maaşın nə qədərdir, pianino niyə? Hətta pianino da maaş da yığıb, qohum əqrəbə yığışıb bir uşağa pianino alıb. Adam danışır mənə, deyir, əmim büroda deyir, düşdülər büro üzvləri üstümə. Əmsi danışır. Deyir, indi özümə belə pis olmuşam ki, mən nahaq gəlib bir torpaqları özümü tapşırdaydım. Kimsə, o vaxt Süleyman Qədirov var idi. O əmimlə də oxun. Deyir, gəlib ona deyəydim, bir torp mənimə deyəydi, axı bu mən neynəmişəm, mən piyanino. Deyir, bunlar danışdı. Deyir, mən də özümə deyirəm ki, partbiletimi əlimdən alacaqlar. Bitdi bu. Burada mənim karyeram burada bitdi. Bunlar qutarandan sonra deyir, tutdu üzünü sağa, sola dedi, danışdınız, qutardınız, elə bu. Hə, mən təklif eləyirəm ki, bəs xəbərdarlıq eləyək ki, bir də belə iş görüb pianino almasın. Sizə bu səfər xəbərdarlıq eləyirik. Yəni belə bir formada deyir, vəziyyətdən çıxdı da. Vəziyyətdən çıxış olub, oradakılar da belə gülünç bir vəziyyət halında pianino alıb da. Nərimanov rayonunda ikinci bir əhvalatı danışır. Nikita Sergeyeviç Xruşov var idi. O vaxt ki, birinci sekretar SSR-nin baş katibi. Bu düşdü bütün respublikalarda ki, bu imzasız məktublara baxılırmı, yoxlanışlar, komissiyalar gəlirdi, yoxlanırdı, bütün rayonları yoxlayırlar, gəlirlər Nərimanov rayonuna. Ümumi şöbəyə gəlirlər, qadın familiyası yadından sonra Rus qadın idi ümumi şöbədə. Ona sual verirlər ki, bəs siz bir il nə qədər məktub alırsınız, imzasız məktub, baxılıbmı, bu məktublardan nə nəticələr var, nə işlər görülüb. O arvad işçi belə ha o tərəfə, ha bu tərəfə. Axırda görüşəcək Emre deyib, məndən nə istəyirsin? O rusca deyib, mən Azərbaycanca deyirəm. Что вы от меня хотите? Наши первый секретарь deyir, ревет и бросает в корзину. Yəni bizim birinci katib deyir, o imzasız məktubları görən kimi cırır, atır səbətə. Burada belə bir spravka yazırlar, gedirlər, sonra plenumda hardasa Bakı şəhərində arada at çemirlər, durur, deyirlər ki, bəs Nərimanov rayonunun birinci katibi belə bir imzasız məktubları cırıb, yəni belə bir xəbərdarlıq edirlər ki, bir də belə şey eləmə. Yəni bu Nərimanov rayonunda işlədiyi devir. Ondan sonra gəlir bu nəqliyyat naziri. Oradan bunu köçürürlər nəqliyyat naziri. Çox ağır sahə idi. Yəni siz təsəvvür edin, indiki baxırıq da avtomobillərlə. O vaxt
yolda dayanardın rayonda. Bir saatdan bir maşın Bəli. keçərdi və yaxud da keçməzdi. Yəni yük daşınma. Orada yeniliklər eləmək istəyirdi. Yəni o yük daşınmalar ki, dəmir yolundan gəlir, rayonlara məsəl üçün yüklərin necə daşınmalıdır. Sonra sərnişin avtobusları, taksilər, bunlar bilirsiniz böyük problemlər yaradırdı o vaxtda, çətin idi. Orada da müəyyən işlər görürdü ki, bu yük daşınmalar hardan, necə getməlidir. Hətta bilirsiniz problemlərin ən böyüyün birindən nə idi? Rayonlar arası heç bir təmir emalatxanası yox idi. Bir dəfə biz atamla gəlirdik, Göyçayı keçdik. Yolun sağında bir bina var idi, göstərdi mənə. Böyük də qapıları var idi. Dedim, ay papa, ay ata, bu nədir belə? Bir baxdı, ay valla, bax, bunun mən deyil, o vaxt avtomobil nəqliyyat naziri olanda tikdirdim ki, yolda maşınlar xarab olur, təmir üçün yer yoxdur. Heç olmasa yaxın bir neçə kilometrdən belə bir emalatxanalar olsun ki, bu təmir maşınları orada təmir olunsa. O vaxtın da texnikaları bilirsiniz də çox primitiv idi, çox indiki kimi belə şey yox idi. Bax, belə Avtomobil Nəqliyyat Nazirliyindən bunu Gəncəyə göndərirlər. Deməli, Gəncədən çoxlu məktublar gəlirdi, şikayətlər. Rəsmi şikayətlər, adınla, familinlə. Bir də kriminal vəziyyət Gəncədə çox ağır idi. Birinci katib o zaman Fədaxundov idi, rəhmətli. Çağırırlar ki, səni yoxlamaya Gəncəyə komissiya sədr. Sən Gəncəlisən, yerli adamsan, get komissiyaya. Bu deyib, axı, mən yerli adamım, deyiblər, getməlisən. Gəlir, səhv eləmirəmsə, Gözalov olub deyəsən, bir familiyası, bilmirəm, dəqiq yadımda deyil. Gəlir, yoxlamağa gedirlər, hər yeri yoxlayırlar. Bir gözəl bir arayış yazır. Yəni, elə arayış yazır ki, heç kimin marağına toxunmasın, heç kimin incitməsin. Çünki durum belədir. İndi insan hərə öz bacarığına görə işləyir. Bu adam çalışır, işləyir. İndi alınır, hardasa alınır, hardasa alınmır. Deyir, o vaxt 20-ci illərin kommunistləridir. Bunları götürüb vəzifəyə qoyurlar. Bu savadsız adamlardır. Prosta kommunist olduğuna görə gətirib böyük vəzifələrə qoyurlar. İndi bunlar iş apara bilmirlər. Bunların yerini dəyişir, başqa yerə qoyur. Onlar şikayətçi olur, narazı qalır, öz imzasından, öz adından birbaşa Mərkəzi Komitəyə yazır ki, bəs biz belə vəziyyət, belə iş yoxdur. Bu gəlir, bu obyektiv, bu nöqsanları görür və çox obyektiv bir arayış yazır. Və maraqlısı odur ki, o arayışın axır bir hissəsində bunun çıxış yollarını yazır. Yəni, burada bu işlər görülməlidir ki, bu işlər onu elə yazır ki, yəni burada heç kimin zərər çəkməsin. Axı o vaxtı bizi Sovet devri idi. Yaxşı işləyəmirsən, çıxarırlar işdən, partiyadan. Bu belə bir arayış yazır və orada da yazır ki, bu işlər görülsə, bu işlərin qarşısı müəyyən qədər alınır. Bu arayış Mərkəzi Komitədə oxuyurlar, bunların xoşlarına gəlir, baxırlar ki, savadlı bir arayışdır. Üstündən bir neçə ay keçir, Gəncədə vəziyyət yenə biraz çətinləşir, kriminal vəziyyət, hər şey. Vəli Axundov, Allah rəhmət eləsin, çağırır atamı, səni Gəncəyə birinci katib göndərək. Atam imtina edir. Deyir, Vəli Yusuf, mən yerli adamam, qohum, əqrəbə, biz insanlar da indiki kimi belə dünya görüşdü. Biraz belə deyək də, əlkə söyün idilər. Deyir, mən orada imkan verməyəcəklər işləməyə. Vəli Axundov deyir, siz narahat olma. Deyir, gördüm ki, bu sən gedişdən ara deyir, gördüm bu alınmadı. İkinci məsələ qoydum ki, axı orada İsbalkomunun sədri idi o vaxt, Ələsgər Əlizadə. O biz oynan qohumuq. Mənim yoldaşımla xalaoğlu xalaqızıdırlar. Axı iki qohum bir yerdə işləmək, deyir, yox, biz ona da bir iş tapıb, sən gedişdə deyəndə, deyir, yaxşı ki, gedim, ancaq Ələsgər Əlizadə ilə başqa yerə keçidmində qalsın bir yerdə işləyək. Göndərirlər. Onda Gəncə şəhər Xalq Deputatları Soveti İcra Komitəsi elə adlanırdı da. Bu gedir. Sədri idi. Gəlir Gəncəyə, başlayır işə. Birinci gün çox deyir, otur, bütün yolu fikirləşdim ki, mən gedib nədən başlayayım, necə bu işləri görüm, necə bu işlərlə çətindir. Gəlir, yığır iclas, cəmaatı, deyir, darıxmayın,
Heç kimdən, hamı işini işləsin. Heç kimin o vaxt belə idi də təzə komanda gəlirdi, təzə rəhbər, təzə komanda, təzə siz bacarmırsınız, işləyəmirsiniz. Dedi hamı yerində qalıb işləyəcək. Ancaq tələbim var. O tələblər yerinə yetiriləcək. Hamı işləməlidir. Gəncəni hamımız Gəncə üçün işləməliyik. Respublika üçün, xalqımız üçün faydalı iş görməliyik. Bu işi başlayır. Birinci deməli bunlar köçürlər, gəlirlər Gəncədə. O vaxtı Qarkom yerləşirdi indiki Gəncə otelinin yanında. İndi ora elm mərkəzidir. Hə, Orada yerləşir. Akademiyanın bəli, bölməsi də orada. Üzbəüz. İndiki Qarkom tikilisi yarımçıq qalmışdı. Bildim. Çoxdandan iş gedirdi. Gələn kimi birinci başladı o Qarkomu işini bitirdi. Köhnə binadan köçdülər təzə binaya. O ətrafda çox belə pis tikintilər, zadlar var idi. Bunların hamısını səhmana saldı, meydanı açdı. Orada bu tikintilərdən belə bir işlərdən başladı. Alüminium zavodun işi tamamlanmamışdı. Moskvadan, Bakıdan, hər yerdən sıxışdırırdılar. Tez eləyin. Alüminium zavodunun işinə düşdülər. Yəni bu gördüyü işlərdən çox qəsəbələr salındı. O devirdə, işlənilən devirdə. Məsəl üçün böyük zavodlar, Farfor zavodu, xalça kombinatı, yəni bu iş yerləri, bu nəyi demək istəyirəm ki, bunlar hamısı cəmaətin işsizliyi var idi. İşsizlik çox narahat eləyirdi. Böyük zavodlar. Görün nə qədər adam işlə təmin elədi. Böyük zavodlar, fabriklər, qənnadı fabrikası, elə şeylər vardı ki, atamın devrində bitirdi. Elə bu başlatdı, sonra Bakıya gələndən sonra iş böyük, o Bakıda davam olundu bu işlər. Çox bilirsiniz, bax indi Kəlbəcər yolu açırlar da. Bəli. Bunu heç kim bilmir ki, Kəlbəcər yolunu ilk dəfə, orada Ələddin müəllimin çıxışı var, o yazır, oxuyacaqsınız. İlk dəfə Kəlbəcər yolunun salınmasının təşəbbüskarı atam oldu. O Göygöldən Murov yolu deyirsiniz də. Onun hətta bu gün Gəncəlilərin xəbəri yoxdur. Kəpəz oteli deyilən bir otel var. Nizami heykəlinin arxasında. Bəli. O otelin nəyə görə tikildi elə bir böyük otel o devirdə? Və nəyə görə atam onu başlatdı, düzdür, sonra qurtardılar onu. O səhv etmirəmsə Osetiyadan mı, hardan mı hazır proyekt idi. Gətirdilər. Layihə hazır. Layihə hazır layihə idi. Biz bu işləri görmək ən böyük problem tikinti deyildi. Tikinti özü də bir problem idi. Bunları razılaşdırmaq, böyük təşkilatlarla elə şeylər vardı, gedirdi Moskva ilə razılaşdırırdı. Moskvadan icazə alırdı. Bu oteli orada tikdirdilər ki, Gəncədən yol açılacaq turizmin inkişafı üçün. O oteldə onlar gecələməyə. Özün mənzərəlidir də, çayın da sahilində. Orada teatrda qonşuluğunda. Otelin yəni onun üçün tikilmişdi. Bilirsiniz, bax Gəncədən Göygölə yol bərbad haldaydı. Oraları asfaltlatdırdı. Göygöldən Maralgölə mən şəxsən uşaq idim. İndiyənəcən yadımdadır. Biz atlarla gedirdik, atam göstərirdi ki, bu yol hardan? Mustafayev familiyalı nəçəli milisiya var idi. İspalkomun səhədi bir neçə adam atlarla, sığırlarla gedir. Deyirdi, bax buradan belə yol çəkilməlidir, buradan belə çəkilməlidir. Bir yerdə at sürüşdü, böyrü üstə düşdü və xurcunda stakan var idi, sındı. Gəldik Maralgölə çatdıq. Dedilər, buranın suyundan içə, baxdılar ki, stakan sınır. Dedilər, stakan sınır, orada bizdə orada yemiş var, götürün içine oyun gətirəyim, buradan su içəyim. Bax, bu mənim indiyəcən yadımdadır. O Maralgölün yolu salındı. Yəni bu turizm, Göygölü bilirsiniz, bax bir əsas bir məqamda sizə danışacağım. O vaxtı dedilər ki, bu Göygöl istirahət zonasıdır, cəmaət gəlir, burada otururlar, yeyirlər, içirlər, bütün zibilləri vururlar. Orada o vaxt Xanlar rayonunun ərazisi idi. Bəli. Bunlar gedirlər, deyir ki, atam deyir ki, bilirəm, bəs bunu biz gücümüz çatmır, Hacı kənddir, odur, hamısı. Bunlar gedirlər, Süleyman Rəhimov olur da, səhv eləmirəmsə. Deyir, gedək, Mehmet İskəndərov vardı, Ali Sovetinin. Bəli. Baxın bunu razılıq sahabına gedirlər, Mehmet İskəndərovla görüşürlər.
O da biraz şey adam olub, belə ərkçalan adam. Məsələ aydın olanda ki, bunlar gəliblər ki, bu məsələ qaldırılsın yuxarı səviyyələrdə, bu Gəncə şəhərinə verilsin bu torpaqlar ki, burada nəzarət eləyə bilər, təmizlik işlərinə baxa bilər, turizmin inkişafına. Deyirəm axı üstümə deyir, toplu tüfəkli gəlibsən, atama deyir. Yəni ağsaqqallarla da ki, belə. Nəysə bu məsələ də həll olunur. Gəncə Göygöl və Hacıkənd verilir Gəncə ərazisinə. Sonra orada qoruq yaranır. Ondan sonra orada turizmin bir hissəsi Göygöldən köçürülür, gətirilir Hacıkənddə ki, oraları çox zibilləməsinlər. Yəni bu bilirsiniz, indi bu tarix mənim yadımda, hələ mən bunu bilirəm. Var orada kitabda çox şeylər, xatirələr var. Amma mənim nəzərimdə Tofiq müəllimin həyatında ən maraqlı şey bilirsiniz nədir? Bir Gəncədə işlədiyi dövrdə bu bioqrafiyası kriminal aləmlə bağlı adamlara etimad göstərib vəzifəyə gətirməyi, bizi qısaca onu deyərdik. Hə, elə qısaca ona da toxunardı. Bir də Gəncə adının o indiki dilindən desək tirajlanmağı. Çünki o dövrdə Kirabad idi. Sovetin də kəsə-kəs vaxtı. Əvvəl Xruşovun dövrü, sonra Brejnev gəldi hakimiyyətə. Amma o şairlərdən, bəstəkarlardan, jurnalistlərdən xahiş edirdi ki, hər yanda çalışın, imkan daxilində Gəncə sözünü tez-tez işlədin. O cəmaatın yəni yaddaşında bu öz əvvəlki əzəli adı ilə yəni ölməsin, diri qalsın. Birinci adla başlayaq, sonra keçək kriminal. Siz bilirsiniz ki, Podgornu Ali Sovetin sədri, SR Ali Sovetin sədri Azərbaycan 50 illik yubileyində gəlir Bakıya. Bakıdan bunlar götürürlər bir qrup rəhbərliyi ilə birə gəlirlər Gəncəyə. Gəncədə Göygöldə bunlara stol açılır, qonaqlıq. Orada yemək-içmək məclisində atam Podgornuya bu məsələni açır. Ki, bəs özü də elə belə yox, əsaslandırır. Yəni mən Kirovun adını, ola Sovet devrində kim deyə bilər Kirovun adını Gəncədə yox. Bunu əsaslandırır ki, orada kitabda var. 35 şəhər olmalıdır, səhv eləmirəmsə, Kirovun adına və 100 neçə məntəqə, nə bilim, SR miqyasında. SR miqyasında. Böyük şəhərlərdə bunu qoyur ki, bu Gəncə Paştov şəhərdir. Vaqonlar səhv gəlir. Məsəl üçün Tacikistanda da Kirovabad şəhəri var. Bəli. Elə Rusiyada Kirov var idi, böyük şəhər idi. O vaqonlar bura gəlir. Bunu elə əsaslandırır ki, yəni bu adı qoyur belə. Deyir ki, bu sizin daxili işinizdir. Siz bunu baxa bilərsiniz də bu məsələni. Biz istəyirik Gəncə adını. Bir müddət keçir, atam məktub yazır birbaşa. İmzasıyla. Bəs bu səbəblərini göstərir. Onda artıq rəhmətli Heydər Əliyevin vaxtı idi. Xeyr, hələ Axundov. Axundovun vaxtında. Axundov. Rəsmi məktub yazır. O məktubun kopyası da var. Orada kitabda hər şey var. Yazır ki, bəs bu səbəblərini göstərir. Bu əziyyət çəkilir. Bu vaqonlar səhv düşür. Poçt səhv gəlir. Məktublar səhv gəlir. Bizim şora, o bura. Bu gedir, düşür büroya, məsələyə baxılır, Moskvaya baxırlar. Məsələyə gedir, çıxır. Hər şey nəzarətdədir. İkinci katib var. Petrovich, Yelistratov. O devirdə ikinci katiblər, bilirsiniz, indiki sonraki Heydər Əliyev devrindəki ikinci katiblər deyildi. Onlar söz deyirdi, onlar yeri gələndə razılaşmırdılar birinci katiblə. Heydər Əliyev devrində elə deyildi. İkinci katib yavaş-yavaş öz pozisiyalarını təhvil verdi. Orada bir söhbət düşür, sonra bu məktubu görür, bəli, Axundov çox pərt olur. Atamı çağırtdırır, yanına bura gəl. Sən nə arırsan? Sən nə arırsan? Bu nə məktubdur yazıbsan bura? Sən başa düşürsənmi ki, bu məktuba görə səni partiyadan, işdən, partiyadan çıxarda bilər. Sən nətər bizə məsləhət eləmədən, sən bu məktubu bizə demədən, heç nə demədən, xəbərdarlıq eləmədən götürüb bizə belə bir məktub yazıbsan. Deyir Vəli Yusuf, mən bunların hamısını bilirəm və bunların məsuliyyətini də bilirəm və ona görə də sizə heç bir xəbərdarlıq eləməmişəm. Yəni, sabah mənə hər hansı bir cəzanı verəndə siz mənim gözümün içinə dik baxa bilərsiniz. Yəni, sizin həqiqətən xəbəriniz olmayıb bu işlərdən. Yəni, sabah olmasın ki, mənim xəbərim olub və burada mən özümü pis edeyim. Yəni, mən bu şəxsən atama xoş münasibət, rəhbərlik tərəfindən xoş münasibət olduğuna görə elə birinci katibdə, ikinci katibdə
bu məsələni qapadırlar. Və bu devirdə atam başlayır şairlərlə, sonra Gəncə Univermağı, Gəncə Qastinsası, Gəncə Kino Teatrı, nə bilim, belə küçə qoyulur. Mərkəzi küçənin Sabirin adına olan küçəni ondan da layiqli yerə qoyurlar. Buranın ellər Gəncə küçəsi. Yəni bu hadisələr belə ki, Gəncə adı başlayır. Sonra o Yeni Gəncə. Bu gün Yeni Gəncə var. Çox adam bilmir də. Bilirsiniz, Yeni Gəncə atamdan sonra başladı tikintiyə. Qəsəbə. Bəli. Atamdan sonra tikintiyə başladı. Mən evdə bizdə şəkil var. Orada ilk ağacı əkirlər ki, burada Yeni Gəncə olacaq. Axı Yeni Gəncə bir dənə ev deyil tikəsən. Bunu o devirdə bunun layihələşdirilməsi var. Bu böyük bir Əlbəttə. kommunikasiya xəttləri var. Bunları təsdiq eləmək. Bunlar hər şey atamın vaxtında olundu. Ona kifayət qədər vəsait ayrılmalıdır. Ayrılmalıdır. Hər şey olundu. Bir dənə tikinti başladı. Atam da artıq orada işləmirdi. Heç mən bilən Ələsgər Əlizadənin də son devrində o vaxt başladı. O gec başladı orada. Ancaq bu kökü qaldırıb baxsınlar, layihələr, nə var, hamısı görəcəksiniz 60-cı illərdə. Yəni bu böyük bir adı Yeni Gəncə olundu. Bilirsiniz, çox işlər görüldü. Gəncədə çox işlər görüldü. Məsəl üçün mənim yadımdadır, qəti tərəf əleyhinə idi ki, Gəncədə kərpiçləri üstünə mala çəkirdilər. Deyirlər, axı bu bizim milli arxitekturadır. Bunu nətər malalamaq olar? Bunu qoymayın. Şəhərin nətər arxitekturası pozulmasın. Memarlığı pozulmasın. Nə bilim, teatr, yeni filarmoniya tikdirirdi, yarımçıq qaldı. Teatrı keçirmək istəyirdilər parkın yanına. Teatrın yerinə filarmoniya eləmək istəyirdilər. O da yarımçıq qaldı, uzun illər qaldı. Axırda orada binalar, nəsə, yer bu gün də ora boşdur. Belə bilirsiniz, indi hamısını burada sizə danışsam, valla bizə heç bir vaxt məhsudiyyəti, kriminala keçək. Qısaca desək, elə bir misalla. Elə bir misalla deyəcəm. Avtobaziya Yaqub adda bir nəfəri atam işə düzəltdi. Müəyyən müddətdən sonra onu avtobaziya müdiri qoydu. Ona ləqəbi də Aquş idi. Gəncəlilər yaxşı tanıyır. Adı Yaqub idi, ləqəbi Aquş idi. Bir müddət orada işləyəndən sonra avtobaziya müdiri qoydu. Bir müddət də işləyəndən sonra götürdü bunu partiyaya keçirdi. Sonra yatıb çıxmış adamdır bir neçə dəfə türmədə. Həbsdə yatıb çıxmışdı. Bəli. Avtoritet sayılırdı da o dövr üçün. Götürdü bunu partiyada keçirdi. Bu atamdan yox. Orada bir neçə adamlar bir-birinə o vaxt yazılar var idi, imzası var. Həm kimsə Yaqubdan yazır, Aquşdan kimsə. Gedib məsələ çıxıb çıxıya KPSS. Bu ciddi məsələdir. Sən residivist. Yəni o vaxtı türmədə yatmış adamı gətir avtobaziya müdiri qoy, özünü də partiyaya keçir. Çox. Oradan komissiya gələr. Çünki bu işə yoxlamağa Bakıya gələrlər çıxıya, çıxıdan Axundovuzdan gəlirlər ki, siz orada vəziyyət belədir, yoxlama gəlir. Bax, biləsiniz, gəlirlər sizi yoxlamağa ki, belə bir iş. Görür, gəlsinlər. Gəlirlər, gəlirlər kabinetə görüşür, xoş 5-15 deyir. Gedin birinci avtobaziyanı yoxlayın, sonra gəlin mən izahatımı verim. Gedirlər, baxırlar avtobaziya, Qızılgül. O devirdə Gəncədə avtobazada maşınlar saxlamaq çətin idi. Çünki bilirsiniz nətər, elə bir devir idi. Maşınlar rusetdə, orada, burada hamı pulunu keçirdirdi, taksi kimi də pulunu keçirdirdi, özlərini öz maşın kimi istifadə edirlər. Bu Aquş hörmətli insan olduğuna görə Yaqub. Bir kəlmə sözündən hamısı maşınlar avtobazada olmalıdır. Tərtəmiz, hamısı nətər lazımdır, düzülür. Bir dənə yerdə siqaret, akurka, gediblər bunun maliyyəsinə, maliyyə işlərinə, içəridə baxırlar, təmirə, hər şey görürlər, yerində, tərtəmiz. Bir nöqsan tapanmayıblar. İndi gəliblər atamdan izahat alır. Atam elə bir izahat yazır ki, bəli, mən bir nəfər, o izahatından nə çıxır ki, bir nəfəri həyatda islah eləyib, düz yola gətirmişəm. Həqiqətən də. İnanmışam, partiyaya keçirmişəm. Budur, odur. Axırda da yazır ki, mən öz səhvimi başa düşürəm və mənə hər hansı bir cəza versəniz, mən onu qəbul edirəm. Altına imzanı verir. Bu gedir, çıxır Moskvaya bu məktub. Çıxır KPSS-də bilmirəm, Kapitonov olur, kim olur, orada kimsə şöbə müdürü, nəsə. Bunu oxuyur. Sovet devridir.
sən bir nəfəri islah eləyibsən, gətirib düz yola çəkibsən. Buna görə kimisə cəzalandırmaq olarmı? Yəni bu Sovet qayda qanununa, Sovet ideologiyasına zidd olan bir şeydir. Razısınızmı? Bəli, əlbəttə. Götür üstə rezolüsiya yazır. Распространит опытного первого секретаря Горкома партии города Кировада Azərbaycanskая ССР по всему Советскому Союзу. Yəni yoldaş Tofiq Bağırovun iş təcrübəsi bütün SSR miqyasında yayılsın. Yayılsın. Bununla da belə canlıdır. Belə cəzalandırılır. Hə. Bir də söhbətimizin sonuna doğru bu çox vacib məqamdır. Tofiq müəllim rəhmətlik SSR-nin axırında sonuncu deputat seçkisində mandat qazandı. Və 91-ci ildə də payızda Azərbaycanın müstəqillik aktı qəbul olunanda o bu işdə qabağa düşən, ağsaqqallıq eləyən rəhmətli atanız olub. Bəli. Bu çox vacib tarixi bir hadisədir. Yəni onu hər adama etibar eləməzdilər. Mən gəlirəm, ora gəlib çıxacağam. İcazə verin. Buradan bunu böyüdürlər, vəzifə aparırlar. Mərkəzi komitəyə, mərkəzi komitənin döyünən ürəyi olan Orqadel deyirlər ruslar, təşkilat şöbəsinə. Böyüdürlər, aparırlar. Hə, bildim. Gəncədən sonra orada təşkilat komitəsinin şöbəsinin müdiri döyünən ürəyi. Hesab edin ki, birinci katib, ikinci katib, üçüncü adam. Bəli. Baxmayaraq ki, orada sektor. O çox məsul vəzifə idi. Çox məsul. O bütün kadrlar oradan gəlib keçir. Hamısı onun imzasının altından keçir. Birinci katib, kadr. Bu gələndə orada da problemlər var idi. Deyir, orada o qədər problem var idi. Deyir, Allahın savxoz müdürü, kolxoz müdürü nomenklatura çekadır. Siz təsəvvür edirsinizmi? Hamıya cavab deyirsən, kimsə, nəsə, hansısa kolxoz, hansısa. Orada da başlayır islahatlar aparmağa. Məsələ qaldırır. Qoyur ki, var orada kitabda var orada. Sekretar ÇK Qəmbər Kazımovun yazısında var. İslahatlar aparır, deyir, bu qədər iş, bu qədər bu şöbə, bu yükün altında dözə bilməz. Halbuki hər rayonun öz rəhbərliyi var. Hər rayonun öz rəhbərliyi var. Mən kolxoz sədrindən mənim nə işim var? Mən niyə nomenklaturaya salmalıyam? Niyə onu veririk bunu rayonlarda birinci katiblərə? Məsuliyyət də onların belindədir. Onlar da işləməlidir, onlar da işlətməlidir. Əlbəttə. Hər şeydə cavabdeh onlar olmalıdır. Bax beləcə orada da bir təmizlik iş aparır. Çox şeylər var idi. O devirdə 5 il ki, o devirdəki o kadr məsələlərində. Kadrları necə seçirdi? Gənə bir dostum var. Evində oturmuşam. Atası gəldi, görüşdü. Dedi, ay ata, bilirsən bu kimdir? Dedi, kimdir? Bu Tofiq Bağırovun oğludur, Yüksəl. Deyəndə kişi dik atıldı. Gəldi, qucaqladı, üzümdən öpdü. Dedi, ay bala, otur sana bir əhvalat danışacağım. Sonra gəlib atama danışmışam. Deyirəm, buyurun, Ağabala müəllim. Ağabala Qasımov. Vartaşın katibi oldu. Vartaşının katibi. Oğuzun da. Oğuzun, bəli. Dedi, sana bir əhvalat danışacağım. Dedim, buyurun, danışın. Deyirəm, mən institut direktoru işləyirəm, müdür işləyirəm. Nauşno-Sletski institut direktor işləyirəm. Bir gün mənə zəng edirlər ki, səni Zavorqadel qəbulda gözləyir filan vaxtı filan saat. Deyir, mən gecəni yatanmadım ki, mən hara, Zavorqadel hara, məni niyə görə çağırsınlar? Nəysə, gəlirəm səhər deyir Zavorqadelin, görürəm biri girir, biri çıxır, mənim növbəm çatır, mən də girirəm. Başladım mənlə sorğusu. Hələ heç nə demirdi. Tarixdən, ədəbiyyatdan, incə sənətdən, nə bilim, tikintidən. Mənlə elə sorğu-sual, elə suallar gedir, mənlə elə söhbət gedir. Deyir, axırda dedi ki, yaxşı, sən bilirsən biz səni nəyə çağırmışıq. Deyir, nə? Deyir, səni birinci katib göndərmək istəyirik. Deyir, mənim üçün bu möcüzədir də. Bu necə oldu məni birinci katib duran yerdə? Deyir, durmadım, dedim, olar sizə bir sual deyir. Və siz niyə görə məni seçdiniz də birinci katib? Xeyr ola, mən niyə görə birinci katib? Deyir ki, açdı, deyir, qabağında bir qara dəftər var. Belə varaqladı. Dedi, sən filan tarixdə, filan vaxtı, filan yerdə iclasda bir çıxış elədin. Mən dedi, zalda oturmuşdum. Mən sənin çıxışına baxdım. Və çox savadlı, konspeksiz, çox gözəl çıxış elədin. Mən özümdə qeyd apardım ki, səni hardasa bir işdə istifadə eləmək. Və yadıma düşdü, indi bir vəzifəyə yeri adam alıb, bir neçə adamı çağırdım, bunların hamısından söhbət elədim, baxdım ki, sən həqiqətən bu vəzifəyə layiqsən. Sonra gəldim, mən bunun atama danışdım. Güldü, dedi, hə, olub. Çıxartdı, dəftəri göstərdi mənə evdə. Dedi ki, bax bu dəftər. Yəni kadrları necə seçirdilər? Bu devirdə bilirsiniz kadrlar
problemlər var idi. Kadrlar ilə Hasan gəlmirdi. Orada birinci katib var idi. İkinci katib var idi. Zavorqad deyil, təşkilat şöbəsi. Birbaşa ikinci katibə tabe idi. Yəni birbaşa o şöbəni o ilə razılaşdırılmalıdır. Elə şey var ki, bu ilə razılaşdıranmanda birinci katiblə yollaşanmırdılar. Necə oldu ki, sən bunu mənim xəbərim olmadı, sən onu yaxud da birinci katib Vəli Axundov deyirdi ki, yox mən razı deyiləm. Mənlə yəni bunları biz bunların arasında bunların razılığını almaq, ikisini də hazırlamaq və bir yerdə büroya çıxartmaq və büroda bu məsələyə baxılmaq özü bir problem idi o dövrdə. Yəni bu bax bu mərkəzi komitədə mən çox hadisələr var, çox işlər var. Bunların hamısını danışmağa vaxt yoxdur. Mən istəyərdim keçən oradan keçdi, qayıtdı yenə dəmir yolunda işlədi 10 il. Sonra dəmir yolundan onu işdən çıxartdılar. Kamran Bağırov vaxtındaydı. Onu çıxartdılar ki, buraxılan nöqsanlar var idi. Siz bunları görüb və zatirpin отношения, formirovkanı belə vermişlər. Yəni görüb dözdüyünüzə görə. Hə, dözdüyünüzə görə. Və orada ona sual verirlər ki, bəs necə siz bunu görüb dözürdünüz? O da cavab verir ki, mən dözməkdən başqa çıxış yolum yox idi. Çıxış yolum yox idi. Yəni mən orada birinci mavinəm. İdarə edən sizlərsiniz. Hələ mənim ki Moskvadan SSR Yollar Naziri öz birinci mavinini göndərmişdi. Bəs siz nə edirsiniz? Siz bilirsinizmi ki, bu getdi dəmir yolunda işləyən adam qalmayacaq. Siz nə varsınız? O adam girdi, çıxdı, dedi ki, sən getməlisən. Atam dedi, mən bilirdim, mən getməliyəm. Və gedir 10 il işləmir, sonra təzədən bir də qayıdır, gəlir. Deputat oldu. Hə, onu da deyim ki, dəmir yol nazirini də çıxartdılar, Kəngərlini bir yerdə. İkisini bir yerdə çıxartdılar. Orada sual verirlər Kəngərliyə, atama ki, bəs siz necə baxırsınız? Dəmir yolu naziri bu işlərin öhdəsindən gələr. Deyir, mən and içərəm ki, o adam gecə-gündüz çalışırdı. Əlindən gələni eləyirdi. İndi işdir, dəmir yoludur. Alınmırdı, sana 11 gün yoxdur. Yəni bu adam çalışırdı. İkisini də belə deyək də işdən çıxardılar. Bu neçə il, 5 il nə qədər, 6 ilə yaxın işləmir. Evdə oturur, kitabxanada, orada, özünə iş tapır, öz üçün, qəzetlərdə, jurnallarda. Mən sizə deyim ki, bizim evə bəlkə günə bir 10-15 dənə qəzet gəlir. Bunun gözəl mütaliəsi var idi. Bunun gözəl kitabxanası var idi. O kitab bir qırağa analitik hesablamaları var idi. Zarya Vostoka, həm Gürcü qəzeti, Erməni qəzeti, Qafqazlı SSR qəzetləri, İdman qəzetləri. Bu adam oturub analiz eləməyə bacarırdı. Vəziyyətin çıxış yolunu görürdü. Qəzetlərdən bir orta məxrizə gəlirdi. Elə onun nəticəsi idi ki, o çətin dönəmdə, o qarışıq bir vaxtda ondan yaşlı deputatlar da var idi, ondan böyük vəzifə sahibləri də var idi. Amma məhz ona etimad göstərdilər ki, bu dəmir yolu deputat komissiyasının deyirəm, müstəqil yaktının qəbul olunmağında ağsaqqallığı 6 il keçəndən sonra bu gəlir Ali Sovetdə deputat seçilir. Deputat seçiləndən sonra orada elə bir vəziyyət alınır ki, müxalifətlə iqtidar yola getmir. Çətinliklər var, problemlər var. O vaxtı Əli Kərimov seçki komissiyasının sədri idi. Əli Kərimov rəsmi deyir ki, mən bacarmayacağam bu işi, mənim ötərimdən. Və çağırırlar atama, baxırlar ki, yeganə adamdır ki, bu işi sessiyanı aça bilən kim ola bilər? Tofiq Qarov. Buna açır, orada bir 43 deputat sonra bir müddətdən sonra acıq eləyir, gedir. Hətta video zapislər də var. Orada gedir, qayıdır, gedir onların video yazıda var. Ofisinə deyir, axı siz nəyə görə qoyub gedirsiniz? Buradan getməklə siz nə edirsiniz, nəyə nail olacaqsınız? Onsuz da kvorum var, hamısı iş gedəcək. Təzədən bunları cəlb edir ki, gəlin bir yerdə, siz də bu xalqın, millətin biri var, gəlin bir yerdə bu işləri yoluna qoyaq. Və orada ən mühüm məsələlərdən biri də Azərbaycanın müstəqillik devridir. Bəli. Müstəqillik devrində komissiya yaranılır, müstəqillik aktı komissiyası. Orada problemlər çıxır, yola getmirlər, alınmır. Nəsə atamı qoyurlar müstəqillik komissiyasına sədr. Deyir ki, mən bu işi yoluna qoyacağım. Bunu qoyun deyil, mən yoluna qoyacağım. O vaxt Mütəllibov devri idi. Bəli, onda. Adam deyir, sizə nə lazımdır? Mən qoyacağım sizin qabağınıza.
oxuyacaqsınız, baxacaqsınız. Nədən narazısınız? Deyəsən bundan narazı. Xalq cəbhəsindən o devirdə müxalifət, onlar axı familiyası dəqiqə deyəcəm sizə. Hacı Baba müəllim. Əzimov. Əzimov. Çox Tarixçi. fəal iştirakçı idi. Hə, tarixçi. Tarixçi. O çox fəal, o Akdın komissiyada işləyən, o demək olar ki, o böyük bir əziyyəti olub bu işlərdə. Bunlar hazırlayırlar, atam götürür. Nə deyirlər? 91-ci ildə ağ təsib olunur, elan olunur. Hətta 18 oktyabr atam durur, çıxış edir, deyir ki, bu müstəqillik günü hamı bayram edir, bütün respublikalar biz də bayram edək. Bax, belə bir devirdə, bu devri də belə yaşadı, müstəqillik. Yəni orada mən deyərəm ki, mənim üçün soruşsalar, ən tarixi, atanın ən tarixi hadisələrindən hansı yadındadır, hansına daha üstənlik verirsən, mən deyərəm 18 oktyabr müstəqillik komissiyasında sədrliyi və orada olan o fəaliyyəti mənim üçün bundan böyük nailiyyəti yox. Əlbəttə. Allah rəhmət eləsin. Tofiq müəllimin haqqında bu söz var ya, deyir, saatlarla, günlərlə danışmaq olar. Bu qarşımızdakı kitabda da ondan bəhs olunub. Tofiq müəllim özü həyatını elə bir kitab kimi yazdı. Bayaq dediyi o bir yola çıxdı. Bütün ömrü də yolda keçdi. Hər şeyin də yolun yolağasını tapdı və indi bugün xatirələrdə yaşayır. Nə qədər ki, müstəqil Azərbaycan var, nə qədər Tofiq müəllimi tanıyanlar var, nə qədər ki, Tofiq müəllimlə bağlı o xatirələr bir-birinə ötürülür, davam edir. Deməli, o da hələ yaddaşlarda diri, duru şəkildə yaşayacaq. Bu kitab 2004-cü ildə buraxılmışdı. İndi bu illəri 100 illik yubileyi vaxtı təkrar nəşr olunub. Allah bu kitabın müəlliflərinə də rəhmət eləsin. Onlar da savab iş görüblər. Yüksəl müəllim, təşəkkür eləyirəm. Bugün elə sizlə atanızı birgə xatırlamağımız da çox xoş oldu. Çünki onu sizdən yaxşı, nə bilim, inanmıram kimsə tanıyan. Həm də bu daha uzun müddətə demək olar tanıyan sizsiz. Uşaqlığınızdan, ağlınız kəsəndən ta son gününəcən bütün necə deyək, birgə yol keçmisiniz. Allah Tofiq müəllimə rəhmət eləsin, sizə də can sağlığı versin. Necə deyirlər, Allah xalqımızı, millətimizi qorusun. Amin. Müstəqilliyimiz daimi olsun. Amin. Biz heç bir zaman nətər deyərlər, Allah bizi imtihana çəkməsin müstəqilliyimizi. İnşallah. Təşəkkür edirəm. Var Mən olasınız. sizə təşəkkür edirəm. Çox sağ olun. Əziz izləyicilər, beləliklə daha bir söhbətimiz sona yetdi. Ümidvaram ki, maraqlı və yadda qalan oldu. Kanala abunə olmağı, verilişlərimizə baxıb bəyənməyi, fikir və təkliflərinizi yazmağı unutmayın. Sağ olun, Allah'a emanet. Hörmətli millət vəkilləri, bugün söhbət Azərbaycan birliyindən gedəndə, vahid Azərbaycandan gedəndə, o adam ki, bu xitabət kürsüsündən Azərbaycan müstəqilliyini bütün dünyaya bəyan edən aktı oxuyub, onun danışmamağa haqqı yoxdur. Azərbaycan birliyindən, vahid Azərbaycandan söhbət gedəndə, söhbət yalnız bir mənalı olmalıdır. Qəti və bir mənalı olmalıdır. Buna yol verməmək barəsində söhbət gedə bilər, bunun yollarını göstərmək olar, amma bir mənalı. Bunu səbəblərini, dərin səbəblərini bilmədən və belə ötəri sözlərlə cəmaata müraciət etmək, deputatlara müraciət etmək bunun mənası az olur.